konferansını keçirmək mənə nəsib oldu. Və çox sevinirəm ki, bugün bu konferans baş tutdu və bütün təşkilatçılara mən də buradan minnətdarlığımı bildirirəm. Həqiqətən də dünən biz bir neçə həkimlərlə elmi tədqiqat institutunda Adil müəllimin yanında olduq, hörmətli professorumuz o qədər gözəl təşkil olunmuş, o elmi praktik hissəni biz keçdik, o laboratoriyada o görüntülərə baxdıq və buna görə mən Nərgiz xanıma da öz təşəkkürümü bildirirəm ki, yəni konferansın təşkilində mənə yaxından kömək edib və bu konferansı bu səviyyədə ərsəyə gətirib. Biz bilirik ki, parazitlərin əksəriyyətinin toksik təsiri var və bu toksik təsir də təbii ki, uşaqlarda daha çox qabarıq özünü bürüzə verir və birbaşa ali sinir sisteminə təsir edir. Trixanella hər qurdun müəyyən orqana təsirləri var. Trixanella qurdunu ən çox nevropatoloqlar aşkarlaması üçün bizim klinikaya göndərirlər və burada əsasən də məsələn haşnana var. Haşnana qurdlarının əsas xüsusiyyətlərindən biri də nevroloji xəstəliklərdə geniş rolu var və sudurqalara belə, epileptik tutmalara qədər gətirib çıxardır. Bizə Qazi Universitetindən gələn hocalarımız var idi, professorlarımız var idi. Onlar mənə də autizmin təməlində belə parazitlər qurd xəstəliklərinin olduğunu belə aşkarlıq dedilər. Təbii üsullarla olan müalicələrin effektini mən illərdir görürəm və bütün xəstəliklərdə də bu tətbiq olunur. Fitoterapiya geniş sahədir. Yəni, bütün universitetlərdə, içəri girəndə Avropa ölkələrində birinci universitetin girişində mən Qalenin, İbn Sinanın və Hipokratın şəklini görmüşəm. Ona görə də bugün müasir fitoterapiyadan istifadə etmək hər bir kəsin istəyindir. Amma yenə deyirəm, bütün tibb işçilərinin birbaşa vəzifə borcudur. Səhiyyə Nazirinin əmrinə əsasən parazitologiyanı məsələn tətbiq etmək, onunla profilaktik təcrübələr önəmlidir. Sovetlər dönəmində biz çox profilaktik tədbirlər var parazitologiya sahəsində. Məktəblərə gələn uşaqlar analizi gətirməmiş sinifə buraxılmır. Yəni bu profilaktika var idi. Və bu görüntülər xəstələrin evdən çəkib bizə göndərdiyi görüntülərdir. Mən Azərbaycanın dərman bitkiləri, Azərbaycanın flora və faunası çox zəngindir. Bizim dərman bitkilərimizin, torpağımızın münbitliyinə görə, bizim floramıza görə çox dəyərli və effektivdir. Bugün burada gizli deyil ki, bir çox həkimlərimiz xaricdən gələn, başqa ölkələrdən gələn məhsulları daha çox qiymətləndirir və hansısa, məsələn, preparatlardan istifadə olur. Amma biz özümüzə heç vaxt dəyər verib onu istifadə eləməyik. Çünki bəzən yenə deyirəm, burada qısqanclıq çoxdur. Yəni bunu reklam üçün demirəm. Amma onu demək istəyirəm ki, bizim öz təbiətimizin, bizim orqanizmamız Azərbaycanın təbiətinə kodlaşır. Bizim istifadə etdiyimiz, istər qidamızda, istər məsələn dərman bitkilərində bizim kodlaşmış olduğu Azərbaycanın dərman bitkiləri bizim üçün daha dəyərlidir və daha effektivdir. Və çalışıram ki, həmişə təbii üsullarla müalicə yada düşsün, hər kəs ondan istifadə eləməyə çalışsın. Mən araşdırmacı alim olaraq 23 ixtiranın sahibiyəm və bu ixtiraları da dəfələrlə deyərdim ki, mən bütün konferanslarda, xarici ölkələrdə mən bu çıxışlarımda bunları deyirəm və göstərirəm. Bizim saç balzamları sırf təbii vasitələrdən hazırlanır. Fitoterapiya geniş sahə olduğu üçün bütün bu istifadə olunan saç balzamı olsun, qaraciyər, göt xəstəliklər olsun, mədə-bağırsaq xəstəliklər olsun, burada sırf müasir fitoterapiyadan istifadə olunur ki, yəni bundan yenə də qeyd edirəm ki, biz kör-körənə təbii üsullarla müalicə aparırıq. Bizim apardıq müalicələr Azərbaycanın rəsmi qeydiyyatda olan 23 dərman bitkisindən istifadə olunur ki, bu da yəni elmi təbabət, əxar təbabəti arasında olan müasir fitoterapiyanın nailiyyətləridir. Monografiyamda da göz və qaraciyər xəstəliklərində istifadə olunan Azərbaycanın dərman bitkiləri çox geniş istifadə olunur. Mədə-bağırsaq xəstəlikləridir, istər parazitar xəstəliklərdir. Bunlarda istifadə elədiyimiz bitkilərin tərkiblərinə görə seçilir.
Yəni onların qovucu, qovucu, qaraciyər, koruyucu, müdafiə edici, bunları mən geniş istifadə edərək dərman bitkilərini bugün müasir fitoterapiyanın ən öndə gedən hissələrini çalışıram ki, Azərbaycanda tətbiq edib. Çünki getdiyimiz konferanslarda, getdiyimiz ölkələrdə buna daha geniş yeridir, daha çox istifadə olunur. Mən Koreyaya biz gedən zaman iştirakçı qadınların, yəni əqli mülkiyyət tərəfindən mən verdim və orada ən çox üstünlük verilən məhz təbii üsullardan hazırlanan preparatlar idi. Təbii üsullardan daha önəmli demək olar ki, onların istifadə olunurdu ki, bunlar ona görə bu qiymətlendirmə. Mən orada məsələn kitablarda da, simpoziyumlarda da mən Azərbaycanın dərman bilgilərini həmişə hər yerdə təmsil eləmişəm. Çünki tərkiblərinə görə çox mühüm torpağımızın olduğuna görə və bu dəyərli dərman bitkilərimizi həmişə təbliğ eləməyə və bir çox ölkələrdə də bizim istifadə olunan bitkilərimizin geniş istifadəsini çalışıram ki, hər yerdə təbliğ edeyim. Bugünkü bu konferans Azərbaycan səhiyyəsinin yeni bir mərhələsində bir hadisə kimi qiymətləndirmək olar. Çünki ilk dəfə olaraq ölkəmizdə birinci beynəlxalq parazitologiya üzrə elmi konferans keçirilir. Təbii ki, mən bunu hadisə adlandırardım. Çünki artıq bu bir ənənə halını alıbdır. Möhtərəm prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən ölkəmizdə onun yürütdüyü siyasət, xüsusən də sosial siyasətin əsas tərkib hissəsi olan səhiyyə, əhali sağlamlığının qorunması xüsusi diqqət mərkəzindədir. Və təbii ki, bu inkişaf mərhələsində Azərbaycan səhiyyəsi öz sözünü deyir. Artıq Azərbaycan bir çox inkişaf istiqamətində beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi kimi səhiyyə sahəsində də artıq bir çox elmi praktik konferansların məhz Azərbaycanda keçirilməsi artıq bir ənənə halını alıbdır və təbii ki, mən elə hesab edirəm ki, bu cəsarətə görə və bu konferansın təşkil etdiyinə görə Nərgiz Klinikasının tərtibçisi və rəhbəri hörmətli Mənaət xanıma təşəkkür edək. Çünki belə deyək, bu ənənənin davam etdirilməsi, inkişafı üçün oradan da böyük əmək çəkilir, böyük səy göstərilibdir. Yəni, bugün əslində səhiyyənin çox belə deyək ki, əslində elə görünməz tərəfləri qədər dəhşətli olan bir sahəni parazitologiyanın birinci beynəlxalq konferansının Azərbaycanda keçirilməsi və burada cəsarətli fikirlərin səsləndirilməsi, müzakirələrin aparması elə hesab edirəm ki, bu doğrudan da bir hadisədir. Bu proseslər içərisində biz parazitologiyaya nə görə də önəm verilməsini dediyim kimi seviyesinə qarşılayırıq. Çünki həqiqətən də istər insan həyatının bütün sahələrində, qidalanmada və kənd təsərrüfatında və digər sahələrdə bu sahəyə diqqət etmək çox önəmlidir. Dünyada ən mühüm məsələ hər bir xalqın həyatında onun ziyalılarının, alimlərinin, həkimlərinin, müəllimlərinin inkişaf etməsi, olması çox mühüm məsələdir. Amma bir məsələ də vardır ki, bununla mütləq qeyd etmək lazımdır. Sədaqət və bu işi görən insanların oynadığı rol. Mən buradan, bu tribunadan, məsuliyyətli tribunadan tam səmimi fikirlərimi ifadə edirəm ki, bütün bu sahədə çalışan yeni səhiyyə islahatları zamanı fəaliyyət göstərmiş bizim gənclərimizə də bir daha minnətdarlıq bildirirəm və xüsusən Ramin Bayramı öz minnətdarlığını bildirirəm ki, bu dəyişikliklərdə, atdığı idarəedici addımlarda bu prosesdə bir fayda vermənin bir nümunəsidir. Mən nə bildim, onlar daha yaxşı bilir və buna görə də bütün bu işdə zəhməti olan həm bizim aksakallara, həm gənclərə öz minnətdarlığını bildirirəm, uğur olsun, konferansın işinə uğraraq. Sağ olun. Bu sahədə olan böyük problemi, parazitologiya problemini həll edəcəklər. Bax, bugün bizim Echinokok xəstəliyi ən çox yayılmış xəstəliklərdən biri ölkəmiz Echinokokun endemik bölgələrindən biri sayılır. Diagnostikasında bəzi hallarda, bəzi hallarda çox rahatlıqla Rüqayın yerində belə bir ultrasonla diaqnozunu qoya bilirik. Amma elə hallar olur ki,
bu sadə kistini, məsəl üçün, yoxsa bu gerçəkdən Yexnakokluğunu deməkdə çətinlik çəkir. Və ya da buradakilərin əksəriyyəti həm hocalarımız var, həm də həkimlərimiz var. Əməliyyat olunub dəstə Yexnakok çıxarılır, kistin hissələri, sonra 3 aydan, 4 aydan sonra ultrasens müayinəsində məlum olur ki, burada kist yeri var, kist yerindən göstərir. Biri deyir ki, Yexnakokun residividir, xəstə ağır vəziyyətə, mən əməliyyatda olundum, görmən bəndə yenidən əmələ gəlir. Həkimi deyir, yox, bu kistin qalıb boşluğudur. Qalıbsa ortada. Dəqiqləşdirə bilərsən ki, bu asıldır. Xeyr. Parazitologiya bu həm də milli təhlükəsizlik təhdid məsələlərində ən mühüm istiqamətlərdən biridir. Deyərdim ki, həm dövlətin təhlükəsizliyinə təhdid, terror təhdidi, eyni zamanda müharibə təhdidi və ya ekoloji təhdid deyil, eyni zamanda bioloji təhdid də ən mühüm istiqamətlərdən biridir. Hər bir dövlətə təhdid 3-4 istiqamətdə artıq olanda, artıq bu dövlətin məhvinə gətirib çıxara biləcək bir amildir. Məhz bu istiqamətdə bioloji təhdidin qarşısını almaq istiqamətində parazitologiya və ümumiyyətlə bu sahə çox mühüm bir istiqamətdir. Bugün deyərdim ki, bioloji təhdid həm də bu parazitlərdən necə istifadə edilməsi son qarışıq hibrid müharibələrdə də öz göstərdi, özünün təzahürü oldu və burada tək qida məhsulları, eyni zamanda su və digər istiqamətlər də əhalinin zəhərlənməsinə gətirib çıxarmaq məsələləri gündəmdə oldu. Bundan mənfur düşmənlər də istifadə edirdi, istifadə etməyə çalışırdı. Buna görə də bu çox mühüm bir istiqamətdir. Ona görə də mən bir daha təşəkkürümü bildirirəm bütün bu zəhməti keçən, əziyyəti keçən və bu tədbiri təşkilatçılarına və düşünürəm ki, milli təhlükəsizliyə təhdidin qarşısını almaq istiqamətində atılan addımlardan da biri məhz budur. Bugünkü gündə Azərbaycan səhiyyəsində parazitologiya mövzusu həm çox aktualdır, həm hər zaman diqqətli olan bir mövzudur. Sevindirici haldır ki, ölkədə cəmi 7 sayda olan Milli Tədqiqat İnstitutundan sırf səhiyyə sahəsində bilinməz tibbi profilaktika institutu ki, hansı ki, bugün konferansın təşkilatçılığında böyük əməyi var və məhz infeksion xəstəliklərin, parazitoloji xəstəliklərin mübarizəsi ilə, müalicəsi ilə məşğul olmuş. Parazitologiya ümumiyyətlə Səhiyyə Nazirliyinin 2 əmri var ki, birinci 188-ci əmrdə və 217-ci əmrdə deyilir ki, hər bir tibb işçisinin birbaşa vəzifə borcudur parazitlərlə məşğul olmaq. Hər bir kəsin diqqətində olmalıdır. Yəni, bu divizi tutaraq, mən onu qeyd etmək istəyirəm ki, parazitologiya sahəsində ixtiralarının içində 5 ixtira var ki, ləmbrioz əleyhinə olan ixtira Evro-Aziya patentinə layiq görülür. Düzdür, qaraciyər və öd xəstəliklərində olan dünya patentinə layiq görülür. Burada da gənə parazitlərin rolu böyükdür və onu da qeyd etmək istəyirəm ki, xanım bayaq dedi ki, 2 konferans keçirmişik, ekoloji terrora son. Mən bunu vurğulamaq məcburiyyətindəyəm. Çünki Qarabağ Azərbaycanın gözü ən sevimli bölgələrimizdən olan Qarabağda olan dərman bitkilərimiz var ki, onlar bugün qırmızı kitabda olan o dərman bitkiləri bitməkdədir. Və ekoloji terrorun nəticəsində biz hamımız Qarabağ qələbəsinə görə prezidentimizə minnətdarlığımızı bildiririk. Orada olan o ekoloji terror bizim Azərbaycanın dərman bitkilərinə nə qədər zərər vurduğunu, onları biz araşdırdıqca görürük ki, dünyanın heç yerində olmayan o bitki örtüyü, qırmızı palıd, fıstıq, bax bu ağaçların dünyanın heç yerində təbii bitmir. Amma bunların hər biri bugün düşmənlərin terroruna uğrayıb və onlar kəsilərək meşələrdən qırılıb. O boyda Topxana meşəsi. Bunu mən Azərbaycanın flora və faunasının və Qarabağın flora faunası adlı biz konferansda o bitkiləri, o Qarabağnaməni, onların hamısını biz göstərdik. O böyük bir rezonans oldu və ondan sonra ekoloji terror gündəmə gəldi. Mən bunu
Fitoterapevtlər İctimai Birliyi olaraq bunu vurğulamalıyam ki, Azərbaycanın dərman bitkiləri dünyanın qat-qat ölkələrindən dəyərli və effektlidir. Biz burada həkimlər oturuq. Biz hamımız bilirik ki, xarici ölkələrdən gələn həm kimyasal dərmanlar, həm təbii vasitələrdən hamı geniş istifadə edir. Amma onu qeyd edim ki, Sovetlər dönəmində bir çox NDB ölkələrində bitkilər əkilir və aloe bitkisinin bütün ölkələrdə əkilir və aloe bitkisinin ən güclü, ən dəyərlisi Abşeronda yetişən aloe bitkisi olur. Və bu araşdırmalarda, mən dəfələrlə xarici ölkələrdə, bu konferanslarda olmuşam. Bir konferansda belə bir şeylə rastlaşdım ki, Sibir ölkəsindən olan alimlər, həkimlər çox oranı belə təriflədilər. Amma mən qəribə bir şeylə üzləşdim ki, dedilər ki, bunlar o qədər təriflədi. Mən dedim ki, amma Azərbaycanın dərman bitkiləri dünyada heç yerdə yoxdur. İldə 20-yə yaxın dərman bitkisi dünyada elmi təbabətə daxil olur. Və bugün bu bitki növləri Azərbaycanda daha dəyərli. Sibirin bizi qədər günəşi yoxdur. Bəzən, məsələn, ölkələr var ki, onların dərman bitkilərini, bizim torpağın mümkünlüyü, onlar yox. Ona görə həm istər kimyasal dərmanlar olsun, istər təbii vasitələrdən olsun, parazitologiyada geniş yeri var. Və mən ixtiralarımda elədiyim parazitar xəstəliklər üçün mənim parazitalgin siropu, kapsulası və çayı var. Bunların hər bir dövlətimiz tərəfindən təsdiq olunub və bu təsdiq olunan dərman bitkilərindən hazırlanmış preparatlarımız bugün Nərdis klinikasında istifadə olunur və parazitlərin, xəstəliklərin tam müalicəsində tam effektiv və təbiidir. Təbii üsullarla olan müalicələrin əsasında mən Azərbaycanın dərman bitkilərini nəzərdə tuturam ki, 123 Azərbaycanın rəsmi qeydiyyatda olan dərman bitkisi var ki, bunlardan mən geniş istifadə edirəm. Və bayaq da qeyd edildiğim kimi, dünyada il ərzində 20-yə yaxın dərman bitkilərindən hazırlaşdırılmış tədqiqatlar olur ki, bunlar da təbii ki, elmi təbabətə daxil olur. İllərcə istifadə etdik. Belə diqqətlə baxsaq, görərik ki, bütün həkimlərimizin reseptlərində daimi təbii dərman bitkilərindən hazırlanmış preparatlar da öz yerini tutur. Və müasir fitoterapiya dedikdə biz əsas nəyi nəzərdə tuturuq ki, rəsmi qeydiyyatda olan dərman bitkilərindən. Biz bilirik ki, parakəndə dərman bitkilərindən istifadə edən hər bir kəs var. Hamımızın evində bu bitkilər olur. Amma onu da qeyd etməliyəm ki, burada patentləşdirdiyim bu dərman bitkiləri, məsələn, bugün parazitologiya temamız olduğu üçün parazitologiyanın demək hazırlanan, burada patentlərim var ki, bu patentlərin də 5-i məhz parazitar xəstəliklər üçün sirop şəklində, həmçinin də çay şəklində olan preparatlardır. Və mən bunu qeyd eləmək istəyirəm ki, biz uzun illərdir istifadə edədiyimiz dərmanlar var ki, kimyasal dərman. Təbii ki, 19-cu əsrin sonlarında kimya elmi inkişaf etdikdən sonra daha çox kimyavi dərmanlara üstünlük verildi və alternativ tibbə bir qısqanclıq var. Və mən həmişə deyirəm, bizim istifadə etdiyimiz dərman bitkiləri heç bir ölkədən gətirilmir, yalnız Azərbaycanın dərman bitkiləridir. Və biz dəfələrlə bunu vurğulamışıq, bizim təbiətimizin zənginliyindən və burada istifadə olunan qurtqovucu dərmanlar var, bitkilər var ki, bu bitkilər də uzun zamandır ki, illərin təcrübəsindən keçib və bu bitkilər kimyavi tərkibinə, farmakoloji təsirinə və insan orqanizmə təsir mexanizminə görə seçilir. Və bu bitkilərdən hazırlanmış dərman vasitələr, təbii vasitələr parazitar xəstəliklərdə çox effektiv təsirə malikdir. Və bizim çayımız var, antihelmin çayımız. Antihelmin çayı da məhz çox gözəl effektə malikdir və bunları içən zaman xəstələrimizdə biz, yəni mən praktik həkim olaraq daha çox danışmaq istərdim ki, bu bizim təcrübələrdə gördüyümüz parazitlərin tam orqanizmindən təmizlənməsi. Məsələn, xəstələr olur ki, illərlə mədə bağırsaq müalicəsi alır. Peş həkimləri bəzən paraziti nəzərə alırlar. Öd-qaraciyər xəstəliklərindən şikayət edir xəstə, məsələn, paraziti nəzərə alırlar. Amma o müalicələrin sonunda xəstə
parazitin üstündə dayanır ki, parazitin müalicəsindən sonra xəstə öz rahatçılığını tapa bilir. Bayaq burada çox geniş müzakirələr getdi, laborator müayinələr, laborator işlər haqqında. Onu da qeyd edək ki, məsələn, xəstələrdə olur ki, gəlirlər, klinik əlamətlər var, simptomlar var, amma xəstə şikayətləri, amma həkimlər çox vaxt onu, məsələn, mədə baxsa xəstəlik müalicə edir, bəzən nevroloji müalicələr aparılır, amma uşaqlar arasında bu çox geniş yayılır və sonunda Nərgiz klinikasına yaxınlaşdıqda biz onu görürük ki, xəstədə parazit varsa, əgər analizdə aşkarlanırsa, biz onun təbii sularla tam müalicəsini aparırıq. Amma onu qeyd edeyim ki, insanlar bəzən deyir ki, mən gedirəm bir çox laboratoriyalara müraciət eləmişəm, bir çox yerlərdə müalicə almışam, mənə deyirlər ki, sizin parazitiniz yoxdur, qurdunuz yoxdur. Qurd xəstəliklərinin uşaqlar arasında yayıldığını biz çox yaxşı bilirik ki, allergik həssaslığı olur, uzun müddət öskürəkdən əziyyət çəkən olur, mədə bağırsaq sancıları, ağrılar, uşaqlar var ki, bütün gəzir hər yeri, onlarda o sancı, o ağrı, o simptomlar keçmir. Amma onlar parazitin müalicəsini aldıqdan sonra öz rahatçılıqlarını tapırlar. Xəstə olub ki, gedib bir çox laborator analizlər verib, paraziti aşkarlamırlar. Deyir, getdim aptekdən qurd dərmanı aldım, doktor, nə qədər qurd töküldü məndən. Yəni, parazit tək askarit ləmbliyadan ibarət deyil. Məsələn, gələn analizdən əksəriyyətində bugün biz ən çox rast gəlirik, ləmbliya askarita bir də enterobioz. Başqa qurd növləri, məsələn, laboratoriyalarda aşkarlanmır. Bunları aparma. Amma mən buna maraqlı olaraq bütün reaktivləri almağa çalışıram və o müalicə üsulları ki, yeni tətbiq olunur. Son vaxtlarda o panel gəlib ki, Nərgiz paneli. Orada biz çox hər tərəfli, yəni saskopda da, yaxmada da, laborator müayinələrdə, ən çox məsələn Nərgizdə də, qanda antitellərin aşkarlanmasında da. Baxın, biz bir şeydə bu qısqanclıq var. Həmişə həkimlərimiz belə bir şey deyir ki, qanda aşkarlanmır. Qanda antitellər tapır. Təbii ki, qanda qurdun aşkarlanması mümkün deyil. Amma bu antitellərə, bu reaktivlər boşuna istehsal olunmur. Bu reaktivlər ölkəmizdə yox, bütün dünyada hər yerdə istifadə olunur. Nəyə görə bütün xəstəliklərdə qan təhlilindən bütün xəstəliklər aşkarlanır? Niyə qurd aşkarlanmaya bilər? Nəyə görə? Amma bunu bəzən çox deyirlər ki, ancaq Nərgizdə. Biz dəfələrlə başqa laboratoriyalara göndərmişəm. Məsələn, o reaktivlər ki, bahalı reaktivlərdir, mən onları alıram. Öz marağım üçün ki, yəni əgər mənə lazım olan nəticələri ala bilir. Bugün biz gedəndə təbii məhsullar almaq üçün öz evimizdə nəyə çox üstünlük veririk? Hər birimiz kənd məhsullarına üstünlük veririk. Təbii vasitələrə, təbii qidalara üstünlük veririk ki, qidalarımızı təbii alaq. Nəyə görə müalicələrdə biz təbiini qəbul etmirik? Nəyə görə bəzən bir qısqanclıq var? Və bunu ona görə demək istəyirəm ki, təbii üsullarla olunan müalicələrdə hər var. Bu görüntüləri bizim öz xəstələrimizdən apardığımız müalicələr nəticəsində olan parazitlərdir ki, bu dərman bitkiləri geniş istifadə olunur qurd-qovucu preparatlarda. Bizim öz ixtiralarım əsasında hazırlanan parazital bir siropunda bu olacaq. Bunlar hansı xəstələrimizə göndərdiyi görüntülər, evdə alınan müalicələr nəticəsində tökülən parazitlərdir. Bugün Azərbaycanda Beynəlxalq Parazitologiya Konferansını ilk öncə Nərgiz Klinikası təşkil etdi və Fitoterapevtlər İctimai Birliyi olaraq da bu konferansın tam gələcəkdə irəliləməsinə təşəbbüs göstərəcək. Parazitologiya uzun illərdir gündəmdədir, amma biz çalışırıq ki, parazitar xəstəliklərin hər tərəfi, həm elmi, praktik olaraq hər tərəfli biz geniş bunu tətbiq edək. Çünki uzun illərdir bu haqda yəni informasiya çox son illərdə az olub, amma Ümumdünya Səhiyyə Təşkilatının dediklərinə görə bugün dünyada bu xəstəlik çox yaygındır. Miqrasiyaların rolu var. Təbii ki, insanların daha çox qida rasionunda, gigiyenik qaydalarda
hər birində bugün bunun rolu var ki, bugün də parazitar xəstəliklərin tam müalicəsinin həm profilaktikası, həm müalicəsi haqqında geniş məlumatlar olacaq. Məlahət xanım, siz uzun illərdir ki, beynəlxalq arenada Azərbaycanı təmsil edirsiniz və müxtəlif tədbirlərdə Cənab Prezidentimizlə də birlikdə bu tədbirlərdə iştirak edirsiniz. Gələcəkdə bu tədbirin, bu konferansın dünyada yayılması üçün hansı işlər görəcəksiniz? Bəli, xarici ölkələrdə də təbii ki, bu yaxınlarda da Qazi Universitetindən, Türkiyənin Qazi Universitetindən, Ankaradan Medipol Universitetindən bizim o gələn professorlarımız da bugün, hətta bugün bu xəstəliyin autizmdə də geniş yeri, rolu olduğu gündəmdədir. Çünki parazitlərin orqanizmə vurduğu zərər, insanlarda yaratdığı infeksiyalar daimi nəzarətdə olmalıdır. Bugün Bakımızda, paytaxtımızda çox önəmli bir beynəlxalq tədbir keçir. Birinci parazitologiya konferansıdır və mən Məlahət xanım Qəhrəmanovanın dəvəti ilə gəlmişəm bura. Ona görə ki, biz illərcə əməkdaşlıq edirik. Həm fitoterapevtlər ictimai birliyi çərçivəsində, həm də ki, qadın birlikləri çərçivəsində həmişə dialoqdayıq. Və onu da qeyd eləmək istəyirəm ki, Nərgiz klinikasının, Məlahət xanımın bir ixtiraçı alim kimi təqdim etdiyi məhsullar demək olar ki, əhalimiz üçün və əksər halda xanımlar üçün çox vacibdir. Ona görə ki, xanımlar anadır, ailə başçısıdır, ailəsinə, evladlarına baxır və hərdən olur ki, bəli, evladların özlərinin, ailə üzvlərinin səhhətində problemlər yaranır və buna görə də bu yeni məhsulların, təbii maddələrdən istehsal olunan məhsulların ailələrimizdə istifadəsi çox vacibdir. Ona görə ki, onlar çox faydalıdır. Mən də bu işdə həmişə Məlahət xanıma, Nərgiz klinikasının məhsullarının həm tanıtmasında, həm ictimaiyyətə çatdırmasında fəal iştirak edirəm. Ona görə ki, nə qədər çox bizim ölkəmizdə özümüzə aid istehsallar olsa, dərman preparatları, kosmetik vasitələr, ətirlər nə qədər çox Azərbaycanda istehsal olsa, o qədər də çox biz onun keyfiyyətinə və təbii ki, təsirinə, gələcəkdə təsirinə əmin ola biləcəyik. Bu işdə mən Məlahət xanıma uğurlar arzu edirəm və bu konferans birinci beynəlxalq konferansdır. Birinci beynəlxalq konferans olduğundan da təbii ki, bu çox önəmlidir ki, birinci beynəlxalq konferans Azərbaycanda təşkil olunub. Mövzular çox aktualdır. Ailələr üçün, uşaqlar üçün, evladlar üçün, yəni insanın özü üçün çox aktualdır və ona görə əminəm ki, bu konferansdan sonra da çox gözəl elmi araşdırmaların və məqalələrin nəşr olunmasının, kitabların davamı olacaqdır. Sağlam bədən, sağlam ruhdur, sağlam ailədir, sağlam cəmiyyətdir və sağlam münasibətlərdir. Əgər insan sağlam olmasa, həyatda onun fəaliyyəti də, onun yaşaması da əngəllənir. Ona görə də insanların sağlamlığına xidmət edən, insanların qayğısına qalan həkimlərimizə biz minnətdarıq. Belə bir tədbirin keçirilməsi də məhz insanların sağlamlığına hesablanıb. Çox yaxşı bir haldır ki, bugünkü tədbirdə nəinki Azərbaycanın görkəmli tibb xadimləri, alimləri, mütəxəssislər iştirak edirlər. Eləcə də xarici ölkələrdən, Türkiyə Respublikasından, İran İslam Respublikasından bu beynəlxalq konfransa nümayəndələr gəlib və bu çıxışları ilə bir daha göstərdilər ki, qarşılıqlı əməkdaşlıq nəinki siyasi, ictimai sahədə lazımdır, elə də tibb sahəsində çox önəmlidir. Çünki fikir mübadilələri, təcrübələrin öyrənilməsi, qarşılıqlı anlaşmalar beynəlxalq aləmdə insanların bilavasitə sağlamlığına yönəldilmiş bir tədbirdir və bu tədbir də dəyərləndirilməlidir. Buradakı çıxışlardan da bir daha göstərdi ki, Azərbaycanda səhiyyə inkişaf eləyir, həkimlərimiz təkmilləşir və dəyərli tədbirlərin keçirilməsi onların həyatda fəaliyyətinə, ümumiyyətlə xidmətlərinə böyük önəm verir. Belə bir
konferansın təbii ki keçirilməsi Azərbaycanda parazitologiya sahəsində müəyyən inkişaflara səbəb olacaq. Təbii ki, indi bunun keçirilməsində Nərgiz Klinikasının böyük əməyi var və ona görə də Nərgiz Klinikasının rəhbərliyinə də təşəkkür etmək istəyirəm, xüsusən də Məlahət xanıma, həm də dəvətinə görə. Və burada xeyli açılış mərasimində çıxışlara qulaq asdıq və məlum oldu ki, və biz də bunu bilirdik ki, Rusiya-Ukrayna müharibəsi başlayan zamanda Rusiya tərəfi həm Gürcüstanda, həm Azərbaycanda, Ukraynada və digər post-sovet məkanında digər ölkələrin hansısa bir kimyəvi silahlarla bağlı, parazitlərlə bağlı, kimyəvi silahlarla bağlı, mikroorqanizmlərlə bağlı hər hansı bir işlər görüldüyünü və bunun müəyyən məqsədlər daşıdığını demişdilər. Görün, yəni ki, parazitologiya elə bir sahədir ki, milyonlarla insanı bir anda məhv etmək olar. Bir suyun içərisinə balaca bir zəhərat və milyonlarla bir şəhəri məhv etmək olar. Ona görə də mən deyərdim ki, parazitologiya hər bir ölkənin ən çox önəm verəcəyi və qoruyacağı bir sahədir və bu sahədə güclü mütəxəssislərin olmasına ehtiyac var, dünya təcrübəsinin öyrənilməsinə ehtiyac var. Bununla bu sahədə mübarizə aparma yolları, metodologiyanı öyrənməyə ehtiyac var və artıq Azərbaycanda da bu sahədə mütəxəssislər var, hər zaman olub və indi biz çıxışlardan da gördük ki, Azərbaycanda yeni sahələrin açılması da gözlənilir. Ümid edək ki, Azərbaycan bu sahədə təhlükəsiz bir ölkəyə artıq çevrilmişdir. Parazitologiya sahəsi bu sahədə müalicə, müayinə, yeni metodikaların tətbiqi çox önəmlidir. Müxtəlif dünya ölkələrindən dəvət olunmuş bizim deməli elm xadimlərinin bizim konferansda iştirakı çox mühümdür. Onlar da öz təcrübələri ilə, elmi araşdırmaları ilə bizim mütəxəssisləri tanış edir. Xüsusən pediatriya sahəsində, eləcə də digər sahələrdə, tibbin digər sahələrində yeni yanaşmalar vardır. Və burada bütün dövlət orqanları səhiyyə sahəsində məşğul olan təbii icbari sığorta və o cümlədən də Səhiyyə Nazirliyinin dəstəyi ilə bu prosesin keçirilməsi, həm də tibb işçilərimizin maarifləndirilməsi, onların savadlandırılması və gələcək fəaliyyətində bu yeni elmi məlumatları tətbiq etməsi baxımından çox önəmlidir. Mən bütün konferans iştirakçılarına uğurlar arzulayıram və inanıram ki, bu cür konferanslar tibb elminin Azərbaycanda inkişafına səbəb verəcəkdir.